Bugündən etibarən hər bir videoda hissə-hissə Dimin seminar təqdimatı əsasında paraqraf nədir, 100 sözlük esse necə yazılmalıdır, bunların hamısını izah edərək addım-addım 100 sözlük esseni asan şəkildə yazmağı sizə öyrədəcəm. Əvvəla seminar təqdimatında nə deyilibdir? Yazı hissəsi, yəni esse hissəsi başlayarkən bizim üçün belə bir PDF hazırlayıblar və PDF-də paraqraf nədir? Bunun izahı ilə başlayıbdır. Uşaqlar, paraqrafı sizə sadə deyək, abzas deməkdir. Yəni Azərbaycan dilində inşa yazarkən, hər hansı bir yazı işini yazarkən biz abzasdan istifadə edirik. Bu da ingilis dilində paraqraf olacaqdır bizim üçün. Paraqraf bir-biri ilə sıx bağlı olan bir əsas ideyanı inkişaf etdirən cümlələrin toplusudur. Baxın, burada veribdir. Paraqraf sözünün mənaları, abzas, sətir başı, qısa məqalə, məlumat bunlardır. Baxın, əsas xüsusiyyətləri bir əsas ideyanı aydın şəkildə ifadə etməlidir. Cümlələr bir-biri ilə məntiqi və məzmunca bağlı olur. Uzunluğu sabit deyil. Əsas ideyanı ifadə edəcək qədər uzun olmalıdır. Bir neçə cümlədən ibarət olur. Akademik paraqraf adətən 200-250 sözdən ibarət olur. Bu sizi çaşdırmasın. Bizim deməli 100 sözlük 11-ci sinif 2027 imtahan modelində bizə veribdir ki, 100 sözdən ibarət, yəni minimum 100 sözdən ibarət esse yazılmalıdır və əlavə olaraq deyilir ki, 70 sözdən ibarət olduqda, yəni əgər qrammatik baxımdan, məna baxımından doğru yazmışıq, ancaq 70 sözdən ibarət yazmışıqsa, tam bal verməsə də bizim essemizə bal veriləcək. Lakin biz tam bal almaq üçün ən az 100 sözdən ibarət esseni yazmalıyıq və bu esse də müəyyən bir struktur quruluş üzərində olmalıdır. Yəni, ağlımıza gələn ideyaları sırf mən ingilis dilində yazıram, cümlələr toplusunu yazıb esse oldu deyə bilmərik. Çünki hər bir essenin, hər bir paraqrafın konkret quruluşu var, məntiqi, mənaca ardıcıllığı var. Biz bu addımları qorumalıyıq. Digər videolarda da mən sadə şəkildə 5 addımdan ibarət esse quruluşuna aid PDF paylaşmışam və bərabərində bir qrammatik qayda, vocabulary olacaq içində, Azərbaycan dilində sonunda esse nümunəsi və daha sonra isə yazdıqdan sonra özünüzü yoxlamaq üçün həmin essenin ingilis dilində tərcüməsi var və mən o video ilə kifayətlənmirəm. Yəni, yenə də burada ətraflı şəkildə esseni yazmağı sizə öyrədəcəm. Baxın, paraqraf nümunəsində nə deyibdir? Əsas ideya. Kitab oxumaq insanın bilik dairəsini genişləndirir, dünya görüşünü zənginləşdirir. Mən artıq paraqrafıma, abzasıma giriş verdim. Əsas ideya nə oldu burada? Kitab oxumaqdan danışacağıq. Sonra bizə bu ideyanı dəstəkləyən cümlələr lazımdır. Dəstəkləyici. Yəni, mən bir fikri irəli sürmüşəm. Bu fikri də əsasında ondan sonra gələn cümlələrlə dəstəkləməliyəm. Bəli, mütaliə zamanı, mütaliə bilirsiniz də, kitab oxumaq, üzündən oxumaqdır. Mütaliə zamanı biz yeni məlumatlar əldə edirik, müxtəlif fikirlərlə tanış oluruq, özümüzü daha yaxşı ifadə etməyi öyrənirik. Bax, mən burada fikrimi dəstəklədim. Yaxşı dəstəklədikdən sonra nə edəcəm? Məsələn deyirəm, for example, for instance, keçən dəfəki videoda bizim nümunə üçün sözlərimiz var idi. Bax, onların içində vermişəm. Tarixi kitablar, məsələn, niyə kitab oxumaq lazımlıdır? İzah edir. Tarixi kitabları oxuduqda keçmişi daha yaxşı anlayır. Bədii əsərlər isə empatiyamızı artırır. Bu artıq mənim nümunələrim oldu. Bununla belə, mütaliə insanı stressdən uzaqlaşdırır və zehni inkişaf etdirir. Oldu mu? Yenə də bir dəstəkləyici cümlə verdik və artıq fikrimi yekunlaşdırıram. Mən esseni yazıb, paraqrafı bu şəkildə yazıb, inkişaf etdirir deyib bitirə bilmərəm. Yenə də mənə tam bal verməz, çünki strukturu pozmuş oluram. Mən ümumiyyətlə, yəni insan danışdığı yerdə sözünü yarıda kəsə bilər? Yox. Həmçinin esse yazarkən də sonunda bir yekun vurmalıyam, fikrimi ümumiləşdirməliyəm, fikrimi cəmləməliyəm. Beləliklə, mütaliə həm faydalı, həm də zövqlü bir vərdişdir. Bu da nə oldu? Nəticə oldu. Demək bizə nə verdi? Əsas ideya, dəstəkləyici cümlələr,
Dəstəkləyici cümləyə bir nümunə verirəm, sonra da nəticə verib paraqrafı yekunlaşdırıram. Nəticə paraqraf bir əsas ideyanı inkişaf etdirən, bir-biri ilə əlaqəli cümlələrdən ibarət struktur vahididir. Bu da nəticə. Bunların hamısını, bu dəstəkləyici cümlələrdir, nümunədir, nəticədir. Bunların hamısını linking wordslər, yəni əlaqələndirici sözlər, bunları da esselərdə vermişəm, digər videolarda var, istəsəniz açıb baxa bilərsiniz. Akademik yazı nümunəsini xarakterizə edən 4 əsas şərt, yəni biz cümlələr toplusu yazmışıq, bu essedir, %100 mənə tam bal gələcək, 100 söz yazmışam deyə bir şey yoxdur. Bu şərtləri də ödəməliyik. Məzmun bütövlüyü, paraqraf mətnin inkişaf etdirilməsi üçün fikirlər, nümunələr, faktlar ideya ilə sıx bağlı olmalıdır. Yəni, orada dediyim ideyadan, kitab oxumaqdan danışıramsa, mən topic sentence-də, yəni giriş cümləsində kitab oxumaq deyil, dəstəkləyici cümlədə, yaxud ardınca mən orada məsələn, üzməkdən danışa bilmərəm. Yəni, ideyanı poza bilmərəm, bir fikirdən getməliyəm. Yazı nümunəsinin mövzusu ilə heç bir əlaqəsi olmayan cümlələr məzmun bütövlüyünə xələl gətirəcək lazımsız cümlələr yığınına çevrilə bilər, oxucunun fikrinin yayılmasına şərait yaradar. 2. Məna və struktur bütövlüyü. Əsas ideyanın inkişaf etdirilməsi, məlumatın məntiqi cəhətdən ardıcıllıqla yerləşdirilməsi, müxtəlif keçid birləşdirici, bayaq dediyimiz linking wordlərdən istifadə olunması, əlaqə yaradılması, bunlar vacibdir. İdeya niyə görə sürətli oxuyuram? Çünki mən sizə əlavə hissədə yazdıracağam. Bundan sonra bu paraqrafın tərkib hissəsində yəni video çox uzun olub sıxıcı olmasın deyə sürətli keçməyə çalışıram. İdeya dəstəyi yazının başlıca mövzusu inandırıcı dəlillər vasitəsilə inkişaf etdirilərsə, yaxşı da ideya dəstəyinə malikdir. Faktlar, nümunələrlə bir üzə verən ideya dəstəyi daha dərin məna, əhəmiyyət kəsb edir. Yüksək dil qabiliyyəti effektiv yazının mühüm tələblərindən biri yazıçının öz oxucusu ilə ünsiyyət yaratmaq üçün istifadə etdiyi yazı qaydalarını, qrammatik, orfoqrafik, qrup işarələri, həmçinin gözəl yazı üslubu nümayiş etdirməlidir. Bunlar da məlum məsələlərdir. Məsələn, burada məzmun bütövlüyünə aid nümunə veribdir. Mövzu. Niyə insanlar kitab oxumalıdır? Deyir ki, kitab oxumaq biliyi artırır, dünya görüşünü genişləndirir. Görürsünüz, tik işarəsi var. Yəni, bu doğrudur. Ancaq X verib. Niyə mən bu yay istirahətə getmişdim? Hava çox gözəl idi. Görürsünüz, əlaqəsi yoxdur. Yəni, bunu kitab oxumağa nə dəxli? Mən cümlə olsun, tutaq ki, mən bu cümləni ingilis dilində yazdım, qrammatik baxımdan da, söz spelling baxımından da, hərf, hər şey qaydasındadır. Ay müəllim, mənə niyə bal verməyiblər? Çünki ay balam, sən dəxlisiz bir şeylərdən danışmısan burada. Kitab oxumaq hara, yayda istirahətə getməyin hara. Yəni ki, şərt orada gedib 100 dənə sözü yazıb, qrammatik baxımdan, spelling baxımdan doğru yazmağın o demək deyil ki, sən %100 gözəl esse yazmısan. Essenin də qaydaları var, şərtlər var, onlara əməl etməlisən. Bu əməl etməyi də mən sənə öyrədirəm. Nümunə, əvvəla kitab oxumaq bilikləri artır. Bundan əlavə söz ehtiyatını zənginləşdirir. Həmçinin oxu vərdişi, tənqidi düşünməni inkişaf etdirir. Bax, görsən, struktur bütövlüyü qorunubdur, gördün. Nəticə olaraq görsən, fikrini axırda cəmləyir, ümumiləşdirir, kitab oxumaq, şəxsi inkişafa böyük təsir göstərir. Əvvəla kitab oxumaq bilikləri artırır, görsən, dəstəkləyici cümlə verir. Bu mənim topic sentence-im idi. Kitab oxumaq bilikləri artırır, dünya görüşünü genişləndirir. Sonra dəstəkləyirəm, kitab oxumaq bilikləri artırır. Bundan əlavə öz söz ehtiyatını zənginləşdirir. Həmçinin oxu vərdişi tənqidi düşünməyi inkişaf etdirir. Nəticə olaraq kitab oxumaq şəxsi inkişafa böyük təsir göstərir. Nümunə, ideya dəstəyi. Araşdırmalara görə müntəzəm kitab oxuyan insanlar daha yaxşı nəticə göstərirlər. Məsələn, bir çox uğurlu insanların gündəlik vərdişləri arasında kitab oxumaq var. Yüksək dil qabiliyyəti. Kitab oxumaq insanın bilik dairəsini genişləndirir, onu daha uğurlu edir. Burada nə deyibdir? Kitab oxumaq X olan, baxın, uğurlu sözünü səhv yazıbdır. Təbii ki, biz orada Azərbaycan dilində yazmayacağıq, ingilis dilində. Yəni, bu izah eləməyə çalışıbdır ki, sən orada uğurlu sözünü səhv yazsan, bir hərf səhv yazsan, bu səhvdir. Yəni, sənin orada spelling səhvin olmalı deyil. Nəticə, akademik yazı bu 4 şərtin birgə təmin olunması üçün ilə yaranır və oxucuya aydın, məntiqli, inandırıcı, peşəkar bir mesaj çatdırır. Oldu mu?
İndi keçirik ən gözəl yerə, söz yığınından qurtarırıq. Paraqraf necə yazılır? Rəyani şəkildə biz burada görəcəyik. Və hamının qorxduğu bu 100 sözlük esseni əslində heç də qorxulu olmadığını görəcəyik. Paraqrafın, yəni abzasın, sənin yazacağın 100 sözdən ibarət olan abzasın, essenin tərkib hissəsi. Paraqraf ümumilikdə 4 hissədən ibarət olur. Bir, baş cümlə, dəstəkləyici cümlələr, nümunələr, sonra da yekun verirsən. Yekunlaşdırsan, fikrini tamamlayırsan. Yəni, mən burada nümunədə saxlasam, estem səhv olur. Oxucu fikirləşir ki, ardı gəlir də, yəqin tamamlanmayıb, baxır ki, yekun cümlə verməliyəm ki, tamamlansın. Baş cümlə. Burada baş cümlə yazıbdır. Baş cümləni öyrədəcək. Görün baş cümlə nədir? Baş cümlə adətən hər bir paraqrafın birinci cümləsidir. Yəni, giriş verirəm də, mövzuya başlayıram, baş cümlə verirəm. Bu cümlə bütöv bir abzasın əsas ideyasını təqdim edir. Baş cümlə iki əsas elementdən ibarətdir. Bir, məhdudlaşdırılmış mövzu, paraqrafda müzakirə olunacaq mövzunu daraldır. Tənzimləyici ideya bu mövzuya münasibətini paraqrafın istiqamətini müəyyən edir. İndi bizə nümunəni göstərir. Məsəl üçün, qiymətli metal olan qızıl iki mühüm xüsusiyyətinə görə dəyərləndirilir. Burada göylə işarə edibdir nəyi? Qızıla qədər. Məhdudlaşdırılmış qiymətli metallar mövzusundan qızıla doğru daraldılmışdır. Yaşıl hissə isə iki mühüm xüsusiyyətlərinə görə dəyərləndirilir hissəsi isə iki mühüm xüsusiyyəti var. Paraqrafda məhz bunlardan söhbət açılacaqdır. Bunlar sizin belə başınızı qarışdırmasın. Yəni, bunu sadəcə sizə izah edirəm də. Effektiv baş cümlə yazıcının istiqamətləndirir, oxucuya paraqrafı oxuduqda hansı məlumat ala biləcəyini xəbər verir, o paraqrafın sərhədlərini müəyyən edir, əsas ideya ətrafında cəmlənməsinə kömək edir. Yəni, baş cümlə nədir? Mənim giriş cümləmdir. Bu baş cümləni də indi öyrədəcəm ki, baş cümləni necə yazıram, onu da öyrənəcəksiniz növbəti səhifədə. Baş cümlənin effektivliyini təmin edən, yəni topic sentence'imizi, mövzuya giriş cümləmizi, baş cümlə fakt ola bilməz. Məsələn, Şəki özünün qədim Xan sarayı ilə məşhurdur. Baş cümlə bəyanat xarakterli olmamalıdır. Bu yazıda mən Bakının çox qədim abidəsi olan Qız qalasına bəhs edəcəyəm. Xeyr, mən burada kiməsə məktub yazmıram. Mən akademik bir yazı yazıram, esse yazıram. Doğrudur. Your opinion deyəcəkdir. With your opinion. Öz şəxsi fikrinlə suala cavab ver deyir. Ancaq orada mən onu söhbət xarakterində yazmayacağam ki, mən abidədən danışacağam, nə bilim nə. Burada elmi yazı yazırım. Baş cümlədə bir neçə müxtəlif mövzu təqdim oluna bilməz. Bayaq dediyimiz məsələn, kompüter ən əlverişli ünsiyyət vasitəsi, faydalı informasiya mənbəyidir. Sonra baş cümlədə mövzu həddindən artıq dar olmamalıdır. Qızılın atom nömrəsi 79-dur. Yəni, elə cümlə yazmalıyam ki, topic sentence görsən, bu yanlışdır. Burada niyə görə bunu bayaq keçdik? Məsələn, biz burada nədən danışmışıq? Qızıldan danışıqdır da bu. Görürsünüz, qızıldan danışacaq. Gəl, bir kompüter. Yəni, baş cümlədə bir neçə mövzu verə bilmərəm. Axı, nə əlaqə? Və dördüncüdə fikir verin. Qızılın atom nömrəsi 79-dur. Gördüm, artıq mən özümü blokladım, belə düşünün də, bloklamışam. Artıq ideya gəlmir, axı ardı yoxdur. Nə cümləni elə qurmalıyam ki, bir növ bilsiniz necə, söz açısında, yəni mən elə bir cümlə qurmalıyam ki, artıq mən dəstəkləyici cümləm gəlsin ağlıma, o dəstəkləyici cümlələri yaza bilim ki, o dəstəkləyicidən sonra da nümunə yaza bilim. Bax, burada bir fakt veribdir, qızılın atom nömrəsi 79-dur. Hə, yəni nə olsun, ardı nə gələcəkdir, başa düşdünüz fikrimi? 5-də baş cümlədə mövzu həddindən artıq geniş olmamalıdır. Dünya çox qədim tarixə malik bir yerdir. Baş cümlə məhdudlaşdırılmış mövzu tənzimləyici ideyadan ibarət. Bax, bizə bu tənzimləyici də lazımdır. Bayaq məhdudlaşdırılmış verdik. Qızılın atom nömrəsi 79-dur. Bax, tənzimləyicisi yoxdur. Tənzimləyir. Görürsən, sənin dəstəkləyici cümlələrini də yığır gətirir, nümunəni də yığır gətirir. Qiymətli metal olan qızıl iki mühüm xüsusiyyətinə görə dəyərləndirilir. Gördünmü?
Evet, baş cümlə paraqrafın bələdçisidir. Bəli, baş cümləni girişi verdim, o bütün bələdçilik eləyəcək də. Sona qədər mən baş cümlədəki ideyadan danışacağam. Yəni mən baş cümlədə bir fikri deyib, tutaq ki, kitab oxumaqdan danışıb, artıq dəstəkləyici cümlədə üzməyin faydasından danışa bilmərəm. Mən baş cümlədə kitab oxumağı vermişəmsə, o kitab oxumaq bütün esse boyunca mənim əsas fikrimdir. Onu dəstəkləməliyəm, onun barəsində danışmalıyam. Sonra gəldik əsas məsələyə, mənim ən çox sevdiyim yerə. Baxın, paraqraf anlama, bunu biraz böyüdüm ki, baxanda videoda rahat görünsün. Paraqraf anlama və yazma tapşırıqları şagirdlər üçün praktik tapşırıq nümunələr. Bəli, qəşəng. Öyrədək görək bu şagirdlərə praktikada. Danışdıq, başa saldıq, esse nədir, paraqraf nədir, necə hissələrdən ibarətdir. Qəşəng. Ay müəllim, bəs bunu cümlədə də göstər, başa düşək. Gördük, başa salacağım. Bilmirəm, neçənci sinif idi, unutdum. Yəni bu siniflər üzrə gəlir. 8, 9, 10, 11 essedən başlayır. Əslində 7-də də var. 7-dən başlayaraq bizə 11-ə qədər belə az dərslikdə öyrədir. Topic sentence nədir? Yəni baş cümlə bayaqki dəstəkləyici cümlə nədir? Conclusion, yekun nədir? Bax bunların hamısını bizə sağ olsunlar dərslikdə öyrədiblər. İndi biz də yaxşı eləyiblər ki, o məktəbdə oxumayan, dərsliyi üzrə açmayan uşaqlar belə artıq məcbur qalacaqlar. Bu dərslikdə olan hər şeyə bir-bir baxmalı olacaqlar. Deməli, biraz da oxumayan şagirdlərlə qeybət qırdığımıza görə davam edək. Şagirdlər üçün praktik tapşırıq nümunələri. Bir də identify asan səviyyə. Bizə nə deyir? Asan səviyyə məqsəd paraqrafın hissələrini tapmaq. Ay ağıllı uşağım, paraqrafın hissələri hansılar idi? Bax, paraqrafın hissəsi baş cümlə idi, dəstəkləyici cümlələr idi, nümunə, axırda da yekun nöqtəni vurdum, tam balımı alıram. Deyir ki, indi zəhmət olmasa deyir, burada verdiyim bu cümlələrdən bu paraqrafın hissələrini tap. Sən də bilirsən ki, paraqrafın hissələri nədir? Biri baş cümlədir, sonra dəstəkləyicidir, sonra nümunədir, sonra da yekundur. İndi deyir ki, tapşırıq, topic sentence tap. Topic sentence'ində nə oldu mənim? Mövzuya giriş verdiyim baş cümlə. Oldu mu? Bayaq deyirik, qiymətli bir metal olan qızıl iki mühüm xüsusiyyətə görə dəyərləndirilir. Bu mənim topic sentence'imdir. Giriş verdim. Başladım danışmağa. Sonra bu fikrə, bayaq dedim, mühüm xüsusiyyət. İndi başlayıram, mühüm xüsusiyyətləri dəstəkləyirəm. Nümunə verdim. Gəlirəm concluding sentence, yəni yekunlaşdırıcı cümlə. Conclusion, nəticə, yekun. İndi deyir, bu paraqrafı mən sənə vermişəm. İndi tap görüm bunun hissələri nələrdir. Deməli, burada regular exercise is very important for a healthy life. Deyir ki, müntəzəm idman çox faydalıdır sağlıqlı yaşam üçün. Bu nədir? Giriş verdim də, söhbətə başlayıram. Nə deyirəm burada? Söhbətə başlamışamsa, giriş vermişəmsə, bu mənim topic sentence'im olsun. Sonra gəlirəm dəstəkləməyə. Deyirəm ki, first, it helps to keep our body strong and fit. Əvvəla deyir, o kömək edir bədənimizi güclü və formada qalmasına. Bu nə olacaqdır? Fikrimi dəstəkləyirəm də. Axı, importantdır demişəm. İndi o fikri dəstəkləyirəm. Supporting sentence. Oldu mu? Sonra gəlirəm, deyirəm ki, we exercise our muscles, become stronger and we have more energy. Deməli, nədir? Deyirəm ki, biz idman edirik, əzəllərimiz güclənir. Example verdim. Oldu, example. Sonra deyirəm ki, we have more energy. Bunu dedik. Gəl burada second gördün. Bayaq burada dedik ki, qoy onu highlighterlayın, qəşəng gör. Bu belə first. Dəstəkləyici cümləmdir. Second, dəstəkləyici cümləmdir. Birincisi deyirəm ki, bədənimi güclü formadır. İkincisi, exercise is good for our mind. Zehnimiz üçün də yaxşıdır. Bu nə oldu? Bax, bu hissə, secondla başlayan hissə. Yenə də oldu nə? Supporting sentence. Yenə də dəstəkləyirəm də. Birinci cümlədə çox gözəl giriş eləmişəm. Axı, tərifləyirəm. Deyirəm ki, regular exercise very importantdır. Niyə? Dəstəkləmişəm. İkincisi də ki, deyir, zehnimizə faydalıdır da. İndi example verirəm. Niyə faydalıdır? It reduces və bunu oxunan çəkinir. Sonra deyəcəklər ki, ay müəllim, bilmək. Bu example'dır. Bu second'dan olan supporting'dir. Oldu mu? İndi deyir it reduce.
Bu reduce-la azaldır, yenilir, azaldır. Nəyi? Stresi azaldır və deyir bizi xoşbəxt hiss elətdirir. Example verdim yenə. Görsən, bir dəstəklədim. Bir dənə example verdim. Bunu da sildik. Aha. Yani also it improves our sleep and concentration. O həm də deyir bizim yuxumuzu yaxşılaşdırır, konsentrasiyamızı, concentration, Azərbaycanca deyəmirəm. Concentration, özünüz bilirsiniz, diqqətimizi cəmləməyə kömək edir. Yəni. Concentration. In conclusion, yekun, doing regular exercise every day keeps both our body and mind healthy. Yekun vuramda danışdım, gör nə gözəl. Axırda deyirəm ki, yekun bir sözlə doing regular exercise every day. Bax görürsən, nədir? Topic sentence-də verdiyim fikri gəldim bir də conclusion-da dediyim söhbəti bağladım. Keeps body and mind healthy. Bədənimizi də, zehnimizi də sağlıqlı eləyir. Bu da nədir? Conclusion-dir. Concluding sentence. Bunu da yazaq bura. Concluding sentence. Belə. Oldu mu? Çox maraqlıdır əslində. Görək də bu videodan bir şey öyrənəcəksiniz, yoxsa elə yalanı yığacaqsınız axıra qədər bu müəllim nə danışır. Paragrafın bir əsas ideyası nədir? Bu paragrafın bir əsas ideyası nədir? Bir cümlə ilə yazılır. Gəlib niyə? Bu qəşəngdir. Fix the paragraph orta səviyyə. Bayaq dedik ki, bayaq asan səviyyə demişdi. İndi deyir ki, orta səviyyə. Fix the paragraph. Quraşdır. Quraşdır. Struktur səhvlərini görmək və düzəltmək. Məqsəd, bayaq bizə nə öyrətdi? Bayaq bizə öyrətdi ki, struktur nədir? Topic sentence idi, sonra dəstək supporting sentence idi, sonra concluding sentence idi. İndi deyir ki, bunu görmüsən ardıcılıqla yadında saxlamısan. Oldu mu? Paragrafda topic sentence yoxdur, əlavə et, cümlələr qarışıqdır, düzgün sıraya al, nəticə cümləsi yoxdur, yaz. Bir sözlə get işlə də, bayaqdan danışırıq deyir. İndi get işlə. Demək, bizə nə lazımdır? Topic sentence lazımdır. Topic sentence. Baxaq görək. Burada topic sentence, bir də concluding sentence yazdır. Düzgün paragrafı burada yaz, bizə yerdə verdi. Deyir ki, many people choose to learn a second language. Çox insanlar deyir, ikinci dili öyrənməyə, bir vaxtımıza baxaq görək nə qədər. Çox insanlar ikinci dili öyrənməyi seçirlər. Sonra, learning a new language also helps us understand other cultures. It can open more job opportunities in the future. Aha. İndi deyir ki, buna qarışıq və dəyişiklik ehtiyac olan paragraf. İndi deyir ki, buna mənə topic sentence yaz, bir də concluding sentence yaz. İndi mənə lazımdır, qoy bunu altdan yazaq da. Topic sentence bundan yazaq. Topic sentence yaz deyir. Buna mən də başlığını qurum. Başlıqla yazım. Bir saniye. Aha. İndi mənim addımlarla topic sentence bildiniz də uşaqlar. Bayaq ki, baş cümlə məsələsi dedik, baş cümlə. Topic sentence. Burada nədən danışdı? Bax, görsən, burada deyir ki, second language, ikinci dil veribdir. Sonra deyir ki, yeni bir dil öyrənmək, başqa digər mədəniyyətləri anlamağa yardım edir. Sonra deyir, o gələcəkdə daha çox iş imkanları açır.
Yəni burada nə dedi? İkinci bir dil, yəni xarici dil öyrənməkdən danışır. Deməli mən xarici dil öyrənməklə bağlı topic sentence verməliyəm, mövzuya başlamalıyam. Deməli deyək ki, topic sentence'imiz girişimiz olacaq. İkinci bir dil öyrənmək, ikinci bir dil öyrənmək. Learning oldu. Learning nə idi Ayşə? Learning qazanmaq, learningdə öyrənmək. Learning second language. Hara düşdün sən? Learning second language. Aha. Deyirəm ki, ikinci dili öyrənməyini, bax burada deyir ki, başqa mədəniyyətləri başa kömək eləyir, başa düşməyə, iş imkanları verir. Deməli nəyi var? Bunun çoxlu faydaları var. Learning cümlə dayıncı ilə başladığına görə gerunddur. Gerund olduğuna görə tək xəbər oldu. Gördünüz, ona görə has oldu. Has many benefits. Oldu mu? Has many benefits. Giriş verdim cümləyə. Oldu mu? Cümləyə giriş vermişəm. İndi gəlirəm dəstəkləyici. İndi bunu buradan silək. Bura gəlir. Supporting sentence'ini dəstəkləyim də fikrimi ki, niyə benefitləri var da. Bu nədir yazdım mən. Artıraq şunu. Aha. Supporting. Bir söz yazamadım. Deməli. Supporting sentence. Buna da 2 nöqtə qoyaq. İndi getdik. Yaxşı. Bunu deyirəm ki, learning a second language çoxlu faydalar var. Yaxşı, faydası nədir? Gedirəm bir dənə faydasını öyrənməyə. Choose many people. Görsən, bunu hazırda oradan götürürəm. Çünki daxı bəzisi var, bəzisi yoxdur. To learn. Deyir ki, çox insanlar öyrənir. İkinci xarici dili öyrənməyi seçir. Bu da nöqtə. Bu da oldu mənim supporting sentence'im. Məsəl üçün deyirəm də, example deyirəm. Niyə belə? Deyirəm ki, məsəl üçün example yazım da bunu. Nümunə də gətirirəm də. Learning yeni dili öyrənmək. Yuxarıdakını yazıram ha, uşaqlar. Yeni, çünki oradan da istifadə eləməliyəm axı. Çünki mənə deyib topic sentence'im yoxdur, concluding sentence'im yoxdur. Digərləri var. Sadəcə mən düzgün quruluşda yazmalıyam. Qarışıq veribdir. Görsən, topic sentence-i gətirib axıra atıbdı. Topic sentence harda olmalı idi? Topic sentence ən başda olmalı idi. Birinci yerdə topic sentence gəlməli idi. Sonra concluding gəlməli idi. Sonra da bağışlayın, supporting gəlməli idi. Sonra concluding. Learning a new language. Öyrənmək also helps us understand other cultures. Bu görünmür burada. Mən hər dəfə taşıram, bilmirəm nə yazmışam. Other cultures. Aha, getdik. İndi gəlirəm bir dənə də dəstəkləyici verirəm. Deyirəm ki, çox insanlar öyrənirlər ikinci dili, çünki deyir o kömək eləyir başqa mədəniyyətləri başa düşməyə. İndi bir dənə də elə bir dənə mədəniyyət öyrənmək üçün biz dil öyrənirik. Xeyr, təbii ki, deyirsə yalan deyil. Faydası var bizə başqa. Niyə? It can. Bu niyə böyük yazılır? It can open more job opportunities in the future. O deyir bizə daha çox iş imkanları aça bilir, gətirə bilir. Sonra bunu da verdik. Bir dənə də supporting vermişik. İndi neyinlə mövzunu uzatmıram da, yekun vururam. In conclusion,
Concluding sentence. Bunu yazım ki addımları yadımızda qalsın. İnşallah ki səbriniz olub baxa bilərsiniz. Mənim bu klaviatura ilə burada imtahanımdır çünki. Öyrənəcəm. Videomu izləsəz, bəyənsəz öyrənəcəm klaviaturada yazmağı. In conclusion, nəticədə nə oldu nəticədə? Nəticədə görsən mən mədəniyyətlər başa düşürəm, iş imkanım var. Demək ki, nədir? Başqa bir dili öyrənmək hər kəs üçün faydalıdır. Learning another language is useful. Bunların sinonimlərində öyrənəcəyik də. Məsələn, mənim essem biraz uzun oldu. Ürəyimdə çox söz var. Eynisini yaza bilməzsən, useful yaza bilməzsən, beneficial yazacaqsan, helpful yazacaqsan. Onları da öyrənəcəyik ki, sinonimlər falan hamısını bilməliyik. Eyni sözün təkrarını yaza bilməzsən. Çünki akademik yazıda oxucunu yoracaq. Marker müəllimi deyəcək ki, bu nədir, bu nə qədər təkrar sözlər yazıbdır. O artıq fırıldaqçılığa girir də. 100 sözü bitirməkdən ötürü biz orada təkrar eyni şeyləri yazırıq. Təbii ki, o da bizim balımızdan keçəcəkdir. Oldu mu bu? Ümid edirəm ki, başa düşdük. Dəqiqəmizə baxaq görək. 30 dəqiqə yaxşı gedirik. Paragraf onsuz da bu şəkildə bitəcəkdən. Paragraf burada bitir. In here, build a paragraph and effective. Aha, bax, bayaqlarım ən asan səviyyə özü vermişdi. Sonra gəldi orta səviyyə, qarış-quruş veribdi, topic sentence concluding yox idi. İndi gəlir ən effektivi, artıq deyir ki, bu uşaq öyrənir də, bir yaxın özü görüm. Bu da ki, bu nədir, mövzu, should students wear uniforms? Mən daxil bütün YouTube-dakı müəllimlərin birinci mövzusudur. Çünki bunu 2027 imtahan modelində də din veribdir. Burada da verir, təqdimatda da var. Hər yerdə budur da. Yəni şagirdlər niyə məktəbli forması geyinməlidirlər? İnşallah ki, bu videolara baxa-baxa artıq əzbərləyəcəksiniz ki, şagirdlər niyə məktəbli forması geyinməlidirlər. Məşhur Azərbaycanın ən məşhur esse mövzusuna çevrildi artıq bu. Build a paragraph ən effektiv yolda. Məqsəd paragrafı düzgün strukturda qurmaqda. Mənim uşaqlarım öyrəndi də, topic sentence öyrəndilər, giriş verdilər. Fikirlərini dəstəklədilər bir dənə idea var. Yəni bir dənə, iki dənə ideya verəcəksən də. Example, bir dənə nümunə verdin, sonra bir dənə də dəstəklədin. Afəqədə yetkin vurdun ki, bəsdir. Tapşırıq, strukturdan istifadə edərək paragraf yaz. Mənim ağıllı uşağım artıq bu essen quruluşunu bildi. 100 sözlük essen. Gəldi indi maraqlı yerə. Deyir ki, sənə vermişəm bu mövzunu, təklif eləyirəm ki, öyrənmisənsə, get indi yaz bunu. Should students wear uniforms? Topic sentence'imizdə birinci bizim fırıldağımız nədir? Topic sentence'imizdə odur ki, mənə verdiyi sual cümləsini qaytarıb yazıram. Mövzuya giriş verirəm. Deyir ki, students, şagirdlər gərək wear school uniforms. Heç başımı yormuram. Mən nə deyib yazıram özünə qaytarım. Giriş verdim mövzuya. Deyirəm, şagirdlər geyinməlidirlər. Gərək geyinsinlər. İndi geyinsinlər demişəm, bu fikrimi dəstəkləməliyəm də ki, mən niyə deyirəm geyinsinlər? Yəni, mən istəyirəm deyə yox da, dəstəkləyirəm axı ki, fikrimi ki, geyinməlidirlər. Çünki ona görə ki, deyirəm ki, birinci, məktəbli forması geyinir, məktəbdəki 500 şagirdin hamısı eyni paltar geyinir. Nə olur? Bərabərlik olur, hər kəsin bərabər olur geyimləri. Heç kim bir-birinin paltarına baxmır, gülmür, demir onun paltarı ucuzdur, bununki bahadır, mənimki qəşəngdir, onun paltarı pisdir, demir. Yəni, məktəbli formaları bütün şagirdlərdə bərabərlik yaradır. Deyirəm ki, school uniforms neyinir, yaradır xəbər. Bütün şagirdləri bərabər edir.
Yəni yaradır deyəndə bərabər edir. Make edir nəyi, kimi, bütün şagirdləri. Equal bərabər edir. Məsəl üçün indi gəlirəm example-uma. Məsəl üçün for example böyüklə yazaq da. For example, for instance da yazarıq ha. Essemizdə var keçən dəfəki videoda. Məsəl üçün deyirəm ki, bayaq nə dedik? Dedik uşaqlar o deyir mənimki ucuzdur, mənim paltarım ucuzdur, o deyir onunki bahadır. Neynəmirlər onda? Demək ki, bahalı paltarları müqayisə etmirlər. Students nə etmirlər? Don't compare. Bir də diqqətli olun ay müəllim. Burada niyə do not yazmısınız? Çünki akademik yazıda qısalma yazmıram. Don't apostrof t ilə yazmayacağam onu. Uzun yazmalıyam. Akademik yazı yazıram axı mən. Expensive clothes. Aha. Deyir ki, məsəl üçün şagirdlər bahalı paltarları müqayisə etmirlər. Bir dənə də verim də supporting sentence. Yaxşı, bərabər elədi. Sonra neynədi? Yəni uşağın fikri səhər tezdən paltarında olmur, axşamdan paltar fikirləşmir, dərd fikirləşmir. Uşağın fikri nə olur? Öyrənmək olur. Yəni bilir ki, məktəbə gedəndə bu dərs oxumağa gedir. Yəni orada moda göstərməyə yetmir qısaca. İndi deyirəm ki, məktəbli formaları, uniforms neynir? Uşaqlara, yəni şagirdlərə öyrənməyə fokuslanmağa kömək edir. Help students neynəməyə? Fokuslanmağa. Bayaq mən deyə bilmirdim, concentrate. Azərbaycanca deyə bilmirdim, ingiliscə deyirəm. Konsentrasiya, Azərbaycanca dedim. Concentration. Focus on. Nəyinsə üzərinə fokuslanıram. Learning, öyrənməyin üzərinə. Bu da belə. İndi bunu belə saxlayamaram. Axı yekun vururam ki, vəssalam da mənim fikrim bitdi. Başladıq məşhur sözümüzlə. In conclusion. In conclusion. Nəticədə nədir? Məktəbli formaları yaxşı bir ideyadır. Məsəl üçün, school uniforms. Bu görürsən necə eləyə bilərik ki, bu özü yazsın. Yox, belə göstərir. Batariyamız da zəifləyir. Uniforms. School uniforms are a good idea. Kesin vurdun mu? Vurdum. Oldu, gözəl esen. İnteraktiv tapşırıq, məqsəd birlikdə paragraf qurmaq, hər bir şagird bir cümlə yazır, birlikdə paragraf qururuq, topic sentence, supporting idea, example, supporting yenə idea, bir də ki, conclusion. Bu 5-ə baxın, görün dəqiqəm nə qədər oldu, siz də bilməyirəm. Onu zaten yazdıq da, yenə də bu məktəbli paltarı ilə bağlıdır. Ona gələn dəfə ayrı bir ideya, başqa bir ester nümunəsi yazarıq. İndi deyir ki, quick easy task 5 dəqiqə. Məqsəd qısa formada əsas məqamları xatırlamaq. Tez ümumiləşdiririk. Bu gündən nə öyrəndik uşaqlar? Bu gün öyrəndik ki, a good paragraph must have 3 things. Deyir, yaxşı bir paragrafın 3 dənə şeyə sahib olmalıdır. Yaxşı bir paragraf. Onlar nədirlər? Bir, nədir ay balam? Cavab ver görüm. Topic sentence. Topic sentence. 2, nəyim olmalıdır? Dəstəkləyirəm də. Söz danışmışam axı fikrimi. Mən özümü dəstəkləməliyəm də, müdafiə eləməliyəm fikrimi. Bu da nədən ibarət olacaq? İdeyanı irəli sürürəm, sonra nümunə göstərirəm. İdeyanı irəli sürürəm, sonra nümunə göstərirəm. Göstərdim, dedim fikrimi, dəstəklədim, geçim vururam. Concluding sentence. Oldu mu balam? Sən artıq bildin ki, bu esse, hamının qorxduğu esse hansı hissələrdən ibarətdir? Necə yazılmalıdır? Bir yerdə də esse yazdı. Ümid edirəm ki, baxasınız hamısına. Çünki əziyyət çəkib izah eləmişəm. Sizi öyrətməyə çalışdım. Bu qədər. Neçə dəqiqə olub? 40 dəqiqə.